Xəbəriniz var ki, artıq onkoloji xidmətlər digər lisenziyalı özəl klinikalarda da mövcud olacaq. Bəs vətəndaşın yükü azalır, yoxsa artır? Gəlin bu qanunun pərdə arxasına müzakirə edək. Bu qanun Azərbaycanda səhiyyə iqtisadiyyatında deyərdim ki, ən böyük tabulardan birinin qırılmasıdır. İllərdir onkologiya sahəsi yalnız bir mərkəzin öhdəliyində idi. Dövlət Onkologiya Mərkəzi artıq fiziki olaraq bu qədər xəstə yükünü keyfiyyətli qaldıra bilmirdi. Özəl klinikaların dövriyyəyə girməsi xəstə yükünün paylanması deməkdir. Həm də dövlət özəl sektorda resurs kimi görüb ondan istifadə etməsi müsbət bir addımdır. Bu dəyişikliklər həm də onkoloji xidmətlərin gələcəkdə tibbi sığortaya salınması üçün hüquqi zəmin hazırlayır. Gələk əsas məsələyə. Bu qanunun effektivlik baxımından müsbət tərəfi odur ki, növbələr azalacaq, özəl klinikalar prosesi sürətləndirəcək. Klinikalar xəstə vəsaitini cəlb eləmək üçün ən yaxşı onkoloqları və cihazları gətirməkdə yarışacaqlar. Mənfi tərəfi isə odur ki, onkologiya müalicəsi çox bahalıdır. İcbari tibbi sığorta bu xidməti qarşılayana qədər insanlar yenə də özəl klinikalarda yüksək bazar qiymətləri ilə üz-üzə qalacaqlar. Az təminatlı ailələr üçün özəl klinikaların qapısı yenə də onların üzünə bağlı qalacaq. Gələcəkdə isə icbari tibbi sığorta bu sahəni qarşılasa və klinikalara aşağı tarif təklif etsə, klinikalar yenə də pasientlərdən əlavə ödəniş tələb etməyə davam edəcəklər. Bu da sığorta agentliyinin insanlar qarşısındakı etibarını zədələyəcək. Çünki insanlar fikirləşir ki, mən sığortaya pul ödəyirəm. Amma eyni zamanda klinikada da pul ödəyəndə artıq sığortaya inam etibarsızlaşır. Bu da sistemə inamsızlıq yaradır. Səhiyyədə onkologiya asimetriya informasiyasının ən yüksək olduğu sahədir. Özəl klinikaların mənfəət naminə xəstələrə lazımsız kimyoterapiya və ya cərrahiyyə yazmaları riski var ki, bu da icbari tibbi sığortadan daha yüksək gəlir əldə etsin. Bu da resursların səmərəsiz istifadəsi deməkdir. Burada çox ciddi nəzarət mexanizmi qurulmalıdır. Onkologiyanın özəllərə verilməsi əladır, amma bu vahid tarif və icbari tibbi sığortanın tam ödəniş əsasında olmalıdır. Əks halda bu dəyişiklik xəstəni qorumayacaq, sadəcə özəl klinikaların onkoloji xidmət satmasına icazə verəcək. Siz bu haqqda nə düşünürsünüz? Şərhlərdə görüşək.